Onkoloji xidmətlərin icbari tibbi sığortanın xidmətlər zərfinə daxil edilməsi istiqamətində danışıqlar aparılır. Hədəf icbari tibbi sığortanın ilkin mərhələdə onkoloji xidmətlərin müəyyən hissəsini əhatə etməsidir. Hazırda tibbi sığorta üzrə onkologiya mərkəzi arasında danışıqlar aparılır, mövcud vəziyyət təhlil edilir, tibbi xidmətin göstərilməsi imkanları, həmçinin icbari tibbi sığorta fondunun maliyyə vəsaitinin imkanları araşdırılır, təhlil edilir və növbəti illərdə əgər həmin xəstəliklərin də sığorta hesabına daxil olması nəzərdə tutularsa, bu barədə ictimaiyyətə geniş məlumat veriləcək. Bu ilin sonuna kimi 30-dan çox oftalmoloji, 21 periferik və sinir sistemi ilə bağlı xidmətlər zərfinə salınması planlaşdırılır. Paralel olaraq kardioloji, travmatoloji və oftalmoloji xidmətlər də genişləndiriləcək. Həmçinin bəzi dərman vasitələri də sığortaya daxil ediləcək. Mövcud tibbi xidmətlərin çeşidi artırılacaq. Bura daxildir ürək-damar cərrahiyyəsi, ümumi cərrahiyyə, oftalmoloji, travmatoloji əməliyyatlar, həmçinin neyrocərrahiyyə ilə bağlı bir sıra tibbi xidmətlər. Ambulator şəraitdə resept əsasında, yəni apteklərdən vətəndaşların əldə etdiyi dərmanların da bir hissəsinin icbari tibbi sığorta hesabına qarşılanmasıdır. Bura İlkin mərhələdə ürək-damar xəstəlikləri ilə bağlı dərman vasitələri, növbəti illərdə isə həzm və tənəffüs sistemi xəstəliklərinə bağlı dərman vasitələri də ambulator şəraitdə vətəndaşlara təqdim olunacaq. Hazırda icbari tibbi sığorta çərçivəsində əhaliyə 3315 adda tibbi xidmət göstərilir. Bu xidmətlər ölüm riski yüksək, eləcə də əlilliyə səbəb ola biləcək xəstəliklərin müalicəsini əhatə edir. Nilufər Səlim, Sabir Şahverdiyev, Səbuy Sadiq, Telesər.